Salam hörmətli abituriyentlər, Azərbaycan SSR 1945-1960-cı illərdə müharibədən sonra Azərbaycanda sənaye vəziyyəti necə idi? Aşağı düşən neft hasilatının artırılması istiqamətində tədbirlər görülür. Zaten 1-ci Dünya müharibəsində SSR-nin 110 milyon ton neftinin 75 milyonunu Bakı verirdi, Azərbaycan verirdi. 48-ci ildə ilk dəfə Xəzər dənizində neft, mədən, estakadaları tikilir. 49-cu ildə neft daşlarında ilk neft quyusu fontan vurur. Azərbaycanda ilk dəfə açıq dənizdən neft çıxarılır. Neft ayırma müəssisələri tikilir. Sumqayıt, Daşkəsən, Mingəçevir, Əlibayramlı kimi yeni sənaye şəhərləri salınır. Mingəçevir SES, yəni su elektrik stansiyası və Daşkəsən filisaflaşdırma kombinatı tikilib istifadəyə verilir 1954-cü ildə. Bəs kənd təsərrüfatı, aqrar sahə necə idi? 50-ci illərdə xırda kolxozların birləşməsi haqqında qərar ilə kolxozların sayı azalır, kolxozçulara artıq pasport verilir. 20-ci əsrin 50-60-cı illərində irriqasiya, yəni suvarma sistemləri, kanalları, su anbarları tikilir, məhsuldarlıq artır, pambıq, ipək, tütün, tərəvəz, üzüm istehsalını artırmaq üçün və Respublikanın zəruri ərzaq məhsullarının olan tələbatını mərkəzdən asılı salmaq üçün mərkəz Azərbaycanda xüsusi aqrar siyasət həyata keçirirdi. Yəni çalışırdı ki, Azərbaycanın aqrar inkişafı Rusiya ilə bağlı olsun. Yəni mərkəzdən asılı olsun. Bu dövrdə əkilən dənli bitkilər arasında qaradağ xüsusi yer tuturdu və sair və ilə axır. Bütün tədbirlərə baxmayaraq Azərbaycan İttifaq ölkələri arasında sonuncu pillədə idi, təəssüf ki. Əhaliyə gəlincə isə əhalinin vəziyyətinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. 1947-ci ildə talon sistemi ləğv edilib. 48-53-cü illərdə Azərbaycanlılar Ermənistandan deportasiya edilir və əhalinin sayı da artmış olur. Kəndlərə pasport verildikdən sonra isə şəhərlərə axın güclənir, demografik vəziyyət dəyişir. 70-ci ildə əhalinin artıq 70% şəhərdə məskunlaşmışdı. Totalitarizm. Müharibədən sonra totalitar rejim daha da sərtləşdi. Artıq xalqlar atası adlandırılan Stalin repressiyaları davam etdirməkdə idi yenə də. Kitab-ı Dədə Qorqud irticaçı feodal xan epos adlandırılır, qadağan olunur. Bakıxanov fanatizmdə, Kazımbəy çarizmi sadiq qul olmaqda günahlandırılır. Dadaşzadə Türkiyə casusu kimi damğalanır akademik. 49-cu ildə Heydər Hüseynovun 19-cu əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixinin əsərinə görə ona verilən Stalin mükafatı geri alınır. Yalnız 53-cü ildə Stalinin vəfatından sonra müəyyən yumşalma olur. Xruşovun dövründə artıq Stalin şəxsiyyətinə pərəstiş tənqid edilir və bəzi şəxslərə ki, bu kifayət qədər idi əslində, bəraət verilir. Deportasiyaya gəldikdə 46-cı ildə SSR Ali Sovet Rəyasət Heyəti xaricdə yaşayan ermənilərin Ermənistan SSR ərazisinə köçürülməsi haqqında qərar qəbul edir. Suriyadan falan ermənilər köçürülür Ermənistan SSR-ə. Ermənistan SSR-də kolxoz və başqa Azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür Araz ovalığına köçürülməsi haqqında 4083 saylı qərar qəbul olunur. 48-ci il 10 mart tarixli qərarla Ermənistan SSR-dən 100 min Azərbaycanlı Azərbaycan SSR-ə köçürülür. Yəni belə deyək də, Suriyadan gətirib erməniləri Ermənistana tökürlər, oradan Azərbaycanlıları deportasiya edirlər Azərbaycana. Yəni orada erməniləri çoxaldırlar. 48-53-cü illərdə Azərbaycanlıları zorla köçürülür. Ermənistan SSR-də Azərbaycanlıların sayı kəskin şəkildə azalır. Ümumiyyətlə, hər dəfə SSR rəhbərliyi dəyişəndə Ermənistan Dağlıq Qarabağ məsələsini gündəmə gətirirdi və sübut eləməyə çalışırdı ki, iqtisadi cəhətdən Ermənistan SSR-lə bağlıdır. Qarabağ və Ermənistan SSR-ə birləşməlidir. Amma Mirzəfər Bağırov buna mane olmuşdu. O bildirmişdi ki, müxtəlif vaxtlarda qonşularımıza verdiyimiz ərazilər ki var, əgər onlar geri qaytarılsa, biz Qarabağa verməyə hazırıq. Moskva da bundan sonra ermənilərin iddialarını rədd edir. 1954-59-cu illərdə İmam Mustafayev Azərbaycan Kommunist Bolşevik Partiyasının birinci katibi vəzifəsini tutur. Mirzəfər Bağırovdan sonra İmam Mustafayevin dövründə xalqın vəziyyətini yaxşılaşdırmaq və milli mədəniyyətin təsərrüfatın inkişafına
nail olmaq üçün cəhdlər olundu. Repressiyaya məruz qalmış minlərlə günahsız Azərbaycanlıya bəraət verildi. Azərbaycan SSR konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə əlavə edilir. 56-cı il. Bu çox əhəmiyyətli faktor. Moskvanın Bakını beynəlmiləl şəhər kimi Azərbaycan tərkibindən çıxarmaq planı pozulur. Milli dirsəliş meyilləri güclənir və Sovet hakimiyyəti Dağlıq Qarabağın Ermənistana verilməsi tələbini irəli sürür. Azərbaycanda ermənicə qəzetlər nəşr olunsa da, Ermənistanda Azərbaycanca qəzet və nəşrlərin fəaliyyəti dayandırılır. 1956-cı ildə telestudiya fəaliyyətə başlayır, 59-cu ildə isə İmam Mustafayev millətçilikdə günahlandırılır və vəzifəsindən uzaqlaşdırılır. Vəli Axundov gəlir, Milli Azərbaycan qərargahı MAQ yaradılır 1962-ci ildə. Bunun yaradılmasında əsas məqsəd Azərbaycanlı gənclərin, Azərbaycanlı kadrların yetişdirilməsi və yüksək dövlət vəzifələrindən Azərbaycanlıların gətirilməsi idi. Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya salam poeması çap olunur. 67-ci ildə Ulduz jurnalı, eyni zamanda 1967-ci ildə Bakı metropoliteni fəaliyyətə başlayır. Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı Bahar bayramı adı ilə rəsmi şəkildə qeyd olunmağa başlayır. Elə o da 67-ci ildən. Yenə də ermənilər Dağlıq Qarabağ məsələsini irəli sürürlər. Yenə də Vəli Axundovun dövründə də bu olur. 1969-cu il mayında Azərbaycan SSR Ali Soveti 2000 hektar ərazinin Ermənistana verilməsi haqqında 1938-ci ildə verilmiş qərarı təsdiq eləyir, təəssüf. Amma Heydər Əliyev gələcək və buna mane olacaq.